Valla bayaqdan baya baxıram, maşallah olsun. Yəni göz önündədir də hər şey. 9 sotun içərisində 2 mərtəbə, özü hər 2 mərtəbə tam təmirli. Alt üstü qarajdı ya. 9 sotun içərisində əsas magistral yoldan, asfalt yoldan cəmi 10 metr, 15 metr məsafəsi var. Qardaşım, bir də zəhmət olsa bir də həyətini çək. Bax, bir dənə burada ən gözəl yerlərdən biri də, məkanlardan biri də bu evin həyətidir. Lüboyda, yəni ürəyi istəyən meyvə ağacları var. Və torpaqlı sahəsi böyüdür. İstədiyiniz ağacı yerə əkə bilərsiniz burada. Keçirəm bax həyətin bu hissəsinə. 9 sotdadır da həyət ümumi. Düzdür? Bəli, düzdür. 9 sotun içərisində. Bax belə bir tövləsi də var. Ev sahibi ağsaqqal, biraz toğucuya marağı var. Belə bir tövlə tikib onlar üçün yaradıb. Geniş böyük tövlədir. Tövlə də ki, hindir də beləcə. Sonra keçək indi evin ön hissəsinə. Bir dənə ön hissəsini təqdim edeyim sizə. Evin içərisinə daxil olacağıq. Yəni o söz var idi ki, çölü içərisində də gözəldir. O söhbətdir bax bu da. Bax evin ön hissəsi belə qəşəng torpaqlı sahəsi var. Burada qəşəng güllər falan səliqəli şəkildə əkilib. Dekorativ ağaclardır, güllərdir. Evin ön hissəsi belə bax eyvanla falan. Yəni çox səliqəli evdir də. Keçək birinci mərtəbəsi. İndi qarajı çəkə bilməyəcəm sizə, onu da qeyd edeyim. Qarajı yəni bu dəqiqə çəkmək mümkün deyil. Ancaq ki, evin içərisini təqdim edəcəm. Bir də zəhmət olmasa oranı göstərməm lazım. Ora yaddan çıxmasın. Deməli, burada həyətdə sanitariya uşaq hamam otağıdır. Tam təmirlidir ya özü də. Plus da üstündə belə su çəlinə qədər, baxına qədər mövcuddur. Onu da deyim ki, bura deməli həm quyudan su gəlir, həm də belə deyək şirin su xətti gəlir. Yəni su daimidir. Keçək birinci mərtəbəyə. Getdik. Hava da biraz qaranlığa düşmüşük düzdür, amma ki çalışır ki bir şey eləyək də. Keçdik evin içərisinə. Bura deməli studiya, mətbəx, qonaq otağı, birinci mərtəbə. Gördüyünüz əşyalardan da ya çox əşya qalacaq sahibinin dediyinə görə. Belə bir qonaq otağıdır, həm mətbəxdir. Buradan solda yerləşir. Bir dənə belə yataq otağı. Yəni təmir dediyim kimi tam təmirli evdir. Burada heç bir təmirə ehtiyac ola bilməz. Və pəncərəsi birbaşa öz həyətinə baxır. Cütdaşlandır, isti-isti kombidir. Keçirdən bu otağı təqdim eləyək. Gördüyünüz burada digər bir otaqdır. O pəncərədə qaraja baxır bu arada, onu da qeyd edeyim. Keçdik indi ikinci mərtəbə. İkinci mərtəbə lap belə həngamədir, əladır. Getdik ikinci mərtəbə. Pilləkənlərlə qalxırıq ikinci mərtəbəyə. Onu qeyd edeyim ki, dəyərli izləyicilər, yəni sahibinin dediyinə görə bu ev həm satışdır, onun üçün cəmi çəkiliş edirik, həm də barter var burada. Mən videonun sonunda onu da qeyd edəcəm. Yəni şəhər evi ilə, bina evi ilə barter də eləyə bilərlər. Bura belə bir geniş, böyük qonaq otağıdır. Və burada ikinci mərtəbənin sanitar qovşağı və hamam otağı bu hissədə yerləşir. Burada təmirlidir, genişdir və iki böyük yataq otağı qarşılayır burada bizi. Keçdik yataq otağına. Adam burada dili gəlmir uşaq otağı. Çünki maşallah böyük otaqdır ona görə. Radiator burada da var. Həmişəki kimi birinci mərtəbədə var, ikinci mərtəbədə də var. Birbaşa küçəyə də pəncərəsi. Çox havalı evdir. Yəni saat neçə dəqiqədir buradayıq. Havalı bir məkandır. Havası idealdır. Vişnovka bir bağlardır bu arada ya da qeyd edeyim. Bura mətbəx. Gördüyünüz mətbəx mebeli evdə qalacaq. Söz yox. Özü təptəzədir ya. Səndən yaşayış da olmayıb təmirdən sonra. Burada da digər bir sonuncu yataq otağıdır. Göz önündə də hər şeydə maşallah. Qazı, suyu, işığı, kommunallar hamısı daimi. Yəni ki, quyu suyu da var, şirin su xətti də var. Ev sahibi dediyinə görə hər bir şey qaydasındadır. Və sonda onu da qeyd edeyim ki, demişdik ki, bina evi ilə barter söhbəti var. Metrolara yaxın olan bina evləri ilə barter eləmək olar. Yəni də bunu əlaqə saxlayıb maraqlana bilərsiniz. Yəni lazım olsa İnşallah. Nağd qiyməti, gördüyünüz bu evin nağd qiyməti 230 min manat deyilir. Real alıcıya sahibi tərəfindən endirim olacaq inşallah. Sənəd isə icranın sərəncamıdır. İndi deyə bilərsiniz icra belə, yəni ki, icra problemsizdir. Kupça edən sənəddir. Sahibin dediyinə görə hər bir şey əlində hazırdır. Kupça vermək mümkündür. 230 min nağd qiymətidir. Barterdə gedilir, yəni onu da əlaqə saxlayıb maraqlana bilərsiniz. Metrona yaxın dedi sahibi bizə. Yəni belə. Əgər sizə də bu və ya bunun kimi digər evlər maraqlıdırsa, səhifəmizdəki nömrələ əlaqə saxlayın. Gəlin bu evdən sizi tanış edək. Bizi izləməyi unutmayın. Sağ olun.